ən az ə, yəni yüzdən daha çox insan yemək yeyir və bir çox məhsullar istifadə olunur. Və hamısı bir-birinə qarışması təhlükə yarada bilər. Nə təhlükəsi yarada bilər? Bakterial infeksiyon və eyni anda virusla bağlı təhlükələr yarada bilər. Qida təhlükəsizliyi. Bu Coviddən sonra daha da yaygın oldu, daha da sərtləşdi qayda-qanunlar. Qida təhlükəsizliyində biz önəmli olan biz bugün şeydən danışacağıq. Xaladenikə məhsulların toplanmasından danışacağıq. Yəni hər məhsulu hara gəldi toplamaq olmaz. Hamısının sıralaması var və hamısı da sterilizə olmuş qablarda qoyulmalıdır. Məhsullar bir-birinə təmas etməməlidir. İyili məhsullar tamamilə qapalı şəkildə, hətta bacara bilirsinizsə enfeksiyon bir şey çıxartmasın deyə, reaksiyon çıxartmasın deyə, bakteri reaksiyası olmasın deyə məhsulla arasında, qab arasında hava bilə saxlamamalıyıq. Yəni streci biz ona double stretch deyirik. Öncə məhsulu qoyuruq, məhsulun üstünə bir dənə stretch qoyuruq və məhsula təmas edir həmin stretch. Sonra ikinci stretch atırıq. Double stretch. Yəni bakteriyanın yayılmasını azaldırıq. Bacara bildiyimiz qədər infeksiyanın yayılmasını şey edirik. Birinci, həmişə ən alt rəf